Deməli 9-cu siniflərdə sektor segment sahəsinin hesablanması mövzusundayıq. Bir maraqlı misal. Ömər, zəhmət olmasa izah elə bizə. Burada bizə verilənlər verilib. Məlum məsələdir ki, buradan bizdən soruşur segmentin sahəsini hesablamaq. İlk öncə biz hər şeydən başlayırıq. Deməli ki, segmentin sahəsi bərabərdir. Segmentin sahəsi bərabərdir. Sektorun sahəsi çıxılsın. Üçbucaqlıq sahəsi. Buna əsasən ilk öncə biz verilənlərdən alıyoruz, anlaşılır. Algebra 360 vurulsun pi kvadrat. Buna əsasən verilənlərin yerinə qoyuruq. 120 bölü 360 vurulsun 6 kvadrat 36 pi. Buradan 12 pi cavabını əldə edirik. Kök 60 ildir. Nəhayət segmentin sahəsi bərabərdir. Sektorun sahəsi 12 pi çıxılsın. İstiqamın sahəsi 9 kök 63 və bu ifadəyi rasional bir ədəd elədiyi üçün bu cür saxlayırıq, devam etdirmək. Təşəkkür.